Təsəvvür edin ki, dünya çempionatının ən qızğın vaxtıdır. Bir futbolçu rəqibinə qarşı kobud oynayır, sarı vərəqə alır, amma bunun gələcək oyunlar üçün heç bir nəticəsi olmur. Yəni tamamilə silinir. Bugünkü xüsusi araşdırmamıza xoş gəlmisiniz. Aha, doğrudan da ilk baxışdan çox qəribə səslənir. Həqiqətən. Mən bu günlərdə, yəni The Athletic nəşrinin Milli Az və Demokrat.az vasitəsilə yayılan bir hesabatını oxuyurdum və orada 2026-cı il dünya çempionatı üçün hazırlanan düzü olduqca gözlənilməz bir qayda dəyişikliyindən bəhs edilir. Bəli, bu FIFA'nın çox maraqlı bir təklifidir. Yəni qəfildən turnirin tam ortasında oyunçuların sanki günahlarını yummaq qərarına gəliblər. Tam olaraq belədir. FIFA niyə birdən-birə belə bir addım atır axı? Baxın, əsas məsələ ABŞ, Kanada və Meksikada keçiriləcək turnirlə bağlıdır. Vancouver'dəki FIFA şurasının iclasında konkret bir təklif müzakirəyə çıxarılacaq. Söhbət qrup mərhələsi bitdikdən sonra futbolçuların aldıqları bütün sarı vərəqələri tamamilə sıfırlamaqdan gedir. Sıfırlamaq bir dəqiqə, yəni qrup mərhələsindən sonra hər kəs təmiz səhifə açır. Bəli, tam olaraq təmiz səhifə. Hədəf çox sadədir əslində. Əsas ulduz oyunçuların play-off kimi həlledici maçları buraxma ehtimalını riyazi olaraq minimuma endirmək istəyirlər. Yəni bu eynilə bir video oyun kimidir. Ən çətin mərhələyə, belə deyək, o əsas boss mərhələsinə keçməzdən əvvəl xarakterinizin canı tam bərpa olunur, əvvəlki bütün o kiçik xətalar bir anda silinir gedir. Düzdür, çox yaxşı müqayisədir. Amma mənim burada etiraz etdiyim bir məqam var. İllərdir, 10 illiklərdir bu turnir eyni cəza məntiqi ilə oynanılıb, elə deyil. Səhv etdinsə cəzanı çəkirsən. Təbii ki, ənənəvi qayda həmişə belə olub. Yəni ulduzların oynamasını istəyirik, bu aydındır, amma sadəcə şounu qorumaq xatirinə qaydaları belə yumşaltmaq, 2026-cı il üçün bu cür radikal addım atmaq biraz çarəsizlik kimi görünmürmü? Əslində yox, mən buna çarəsizlik deməzdim. Əgər 2026-cı il turnirinin yeni formatına diqqət yetirsək, bunun daha çox riyazi bir zərurət olduğunu görərik. Riyazi zərurət. Necə yəni? Baxın, mənbələrdə xüsusi vurğulanır ki, turnirdə komandaların sayı artıq 32-dən 48-ə qalxır. Bu genişlənmə sadəcə iştirakçı sayının artması demək deyil axı. Aha, yəni oyunların da sayı artır da, eləmi? Tamamilə doğrudur. Təqvimə əlavə bir play-off mərhələsi daxil olur. Yəni finala gedən yolda oyunçular meydanda ən azı əlavə 190 və ya bəlkə də 120 dəqiqə yüksək gərginlikli futbol oynamalı olacaqlar. Aha, indi anlamağa başlayıram. Əlavə dəqiqələr, yəni əlavə risk deməkdir. Dəqiq belədir. Təbii olaraq o əlavə dəqiqələrdə ikinci sarı vərəqəni alıb cəzalanma ehtimalı kəskin şəkildə yüksəlir. Əgər FIFA o köhnə cəza limitlərini olduğu kimi saxlasa, təsəvvür edin nə baş verəcək? Nə olacaq ki? 1/4 və ya yarım final mərhələlərində sadəcə 1-2 yox, bəlkə də onlarla əsas oyunçu kənarda qalacaq. Çünki riyazi olaraq o qədər oyun ərzində kart almamaq demək olar ki, mümkünsüzdür. Vav, bu həqiqətən maraqlıdır. Deməli, məsələ ulduzlara hansısa xüsusi imtiyaz vermək deyilmiş. Xeyr, sistem genişləndiyi üçün onun daxilindəki tənzimləyici mexanizmlər də buna uyğun adaptasiya olunmalıdır. Yəni başqa çıxış yolu yoxdur. Yəni bu 48 komandalı genişlənmə təkcə daha çox stadion, nə bilim, daha çox bilet demək deyil, bu oyunun özünün necə işlədiyini dəyişdirən qlobal bir zəncirvari reaksiyadır əslində. Tam olaraq oyun vaxtı artırsa, eyni limitlərdə qalmaq, turnirin sonunu ulduzsuz, darıxdırıcı bir tədbirə çevirmək riskini yaradır. FIFA da məhz bundan qaçmağa çalışır. Anladım, məntiq həqiqətən yerindədir. Amma bu mərhəmət qərarının yaradacağı başqa bir ssenari məni düzü çox düşündürür. Maraqlıdır. Hansı ssenarini nəzərdə tutursunuz? Təsəvvür edin, qrup mərhələsinin sonuncu oyunudur, bəlkə də qrupdan çıxmaq üçün ən həlledici maçdır. Futbolçular bilsələr ki, oyundan sonra onsuz da bütün o sarı varağalar mütləq silinəcək, bu onların taktikasına necə təsir edəcək? Aha, bax bu çox vacib məqamdır. Yəni meydanda rəqibi dayandırmaq lazımdır və növbəti mərhələ üçün heç bir cəza qorxusu yoxdur. Kart silinəcək axı. Bəli, bu əslində təklif olunan qayda dəyişikliyinin ən riskli tərəfidir. Cəzadan yayınmaq üçün tətbiq olunan bu sıfırlama oyunçulara həmin son qrup oyunlarında daha aqressiv olmağa həvəsləndirə bilər. O son qrup maçlarının dinamikası, necə deyərlər, kökündən dəyişə bilər.
şounu qorumaq istəyərkən bəlkə də fərqli bir problemi ortaya çıxarırlar. Bax, bu həqiqətən də üzərində düşünülməli məsələdir. Siz, dəyərli dinləyicimiz, gələcəkdə dünya çempionatının qrup mərhələsinin final oyunlarını izləyərkən, futbolçuların niyə heç nədən çəkinmədən o qədər qorxusuz, aqressiv oynadığını görəndə, mütləq bu dediklərimizi xatırlayın. Bəli, yəqin ki, bu qayda təsdiqlənsə, o oyunlar çox fərqli bir atmosferdə keçəcək. Tamamilə razıyam. Hər zaman olduğu kimi bu məlumatlandırıcı söhbətimizdə bizimlə birlikdə mövzunu dərinləməsinə araşdırdığınız üçün sizə təşəkkür edirəm. Görünür, futbol qaydaları heç də həmişə qara və ağı deyilmiş. Yenidən görüşənədək özünüzdən müğayət olun.